alıb kirayə verməyə qəşəng bir variant. Nərimanov metrosunun bir addımlıq məsafəsində. Gördüyünüz bu 14 mərtəbəli binanın 13-cü mərtəbəsində mənzil göstərəm sizə. Gedək baxaq. Binanın belə baqatı girişi var. 2 dənə də lifti var. Çöldə də fikir verirsiniz. Mühafizə, girən, çıxan, kim girir, kim çıxır, hamısını soruşurlar. Qəşəngdə parkovka yeri var. Əsas binanın o olmazsa olmazı qəşəng parkovka yeri var. Mənzilin içərisindəyik. Giriş hissəsi. Buyurun gəlin. Deməli, sağdan başlayaq. Sağda burada belə bir mətbəx studiyadır. Ümumi 52 kvadrat metrdir sahəsi. Mətbəx mebeli, paltar yuyan maşını, xaladeniki. Yəni bu alıb kirayə verə də bilərsiniz. 800 manata, yəni minimum 800 manata kirayə verməniz mümkündür. Bu gördüyünüz əşyalar da satış qiymətinə aiddir. İndi keçək yataq otağını göstərim. Bir studiya mətbəx, bir yataq otağından ibarətdir. Bu yataq otağının deməli bu hissədə balkonudur. Ətrafında 45 və 212 saylı məktəblər yerləşir. Buradan Nərimanov metrosuna piyada məsafəsi 5-6 dəqiqə təqribən bax belədir. Həyətində gördüyünüz kimi uşaq oyun yerləri, maşın parkinqi problem yoxdur. İndi isə mən sizə sanitar qovşağını göstərim. Bax bu hamamıdır. Hamam ayaq yolu ayrı-ayrıdır. Bu isə hamam hissəsidir. Baxın belə. Burada isə yerləşir sanitar qovşağı.